dünyada yaşayırıq. Problemlər də olur, çətinliklər də olur, sıxıntılar da olur. Çarəsizliklər də olur, ya Rəbb. Çünki bu yer üzəri bunlarla doludur. Ancaq gözəllikləri də doludur, ya Rəbb. Nə varsa, ata, həyatımızda bizə maneçilik törədən, bizim yaşamımızı səndən uzaqlaşdıran nə varsa, onların hamısını və hamısını sənin ayaqlarının altına sərirəm. Sənin güclü, qüdrətli ruhunu, yeri, göy yaradan güclü, qüdrətli ruhunu, o ruhunu ki, hər şeyə həyat verdin. O ruhunu ki, bütün vəziyyətləri bir sözünlə dəyişdirdin. Onları bəyan edirəm. Hər bir kəsin həyatına. Bu gün ata, qoy o qədər gözəlliklər onları idarə eləsin ki, bütün idarəçilik səndən olsun. Hər bir problem ayaqlar altında olsun. Hər bir dünyəvi planlar tamamilə sənin çarmıxına sancılsın. Xəstəlik olsun. Nə olursa olsun. Hər bir kəsin həyatında onu səndən uzaqlaşdıran, ona ağrı verən, ona çətinlik verən, onu sənin meyvələrindən uzaqlaşdıran nə varsa, onların hamısını sənin çarmıxına sancıram. Sənin qanına ata, qoy hər kəs bürünsün. Örtük olsun sənin qanın hər kəsin həyatında. Və bu örtük onları idarə eləsin. Bu örtük altında onlar irəli getsin. Qələbədən qələbəyə. İsa Məsihin ismi ilə. Ata, səndən xahiş edirəm, səndən istəyirəm. Hər bir kəs ata qoy bu gün etiraf etməzsə etiraf etsin. Tövbə etməzsə tövbə etsin və desin, ya Rəbb, mən səndən uzaqlaşmaq istəmirəm. Mən insana görə heç bir şeydə sənin bəhərlərindən, barlarından uzaqda qalmaq istəmirəm. Mən imtina edirəm dünyəvi həyatımdan, dünyəvi fikirlərimdən, dünyəvi düşüncələrimdən. Mən vəziyyətə baxmıram. Mən vəziyyəti sənin ayaqlarının altına sərirəm. Və mən səninlə yerimək, sənin yolunda, həyatında, həqiqətində yaşamaq, səninlə bircə addımlamaq istəyirəm. Qoy hər kəsin həyatına güclü, qüdrətli ruhun daxil olsun. Ata, sən dedin ki, siz dünyadan deyilsiniz, siz məndənsiniz. Ata, həqiqətən də qoy hər birimiz dünyadan olmamağımızı tam dərk edə bilək. Səndən olduğumuzu dərk edə bilək. Səninlə bircə həyatın necə gözəl olduğunu anlayışla qəbul edə bilək. Dərk edə bilək. Yaşamımızı səndə qura bilək. Ya Rəbb, bu yer üzərində günahlı həyatda günahsız, qüsursuz yaşaya bilək. Ata, hər kəsin həyatına özün toxun. Sənin toxunuşun qoy onları dəyişdirsin. Qoy onların fikirləri, düşüncələri tamamilə sənə aid olsun. Bədənləri sağalsın. Sənin iradən, istəyin olsun hər kəsin həyatında. Qoy hər vəziyyətdə sənin iradəni, istəyini hər şeydən üstün tutmağı bacara bilən övladlar olsun. Yetişdirilsin bu övladlar sənin ismində, sənin adında. Böyüdülsün ata. İnkişaf etsin sənin yollarında. Hər bir kəs vəziyyətlərə sinə gələ bilsinlər. Sən necə fəth etdin o pisliyi, yaxşılığa çevirdin, qələbə qazandın. Eləcə ata, qoy hər bir kəs pisliyə pisliklə deyil, pisliyə yaxşılıqla cavab verməyi hər şeydən üstün tuta bilsinlər. İsa Məsih ismi ilə. Ata, dua edirəm, sənin qarşına gətirirəm. Sənin canlı, diri əllərinə verirəm. Hər bir kəsin həyatını. Bu gün bəlkə ata, hansı yolda onlar düzgün addımlamırsa, qoy sənin ruhun elə daxil olsun ki, onlar o yoldan geri dönsün. Sən qadirsən. Sən hər şeyə və hər şeyə qadirsən. Sən bizim yaradanımızsan. Biz dünyadayıq, ya Rəbb, bəzən günahlara yol verə bilirik, ya Rəbb. Bəzən sənin həyatından uzaqlaşa bilirik, ya Rəbb.
Sən bağışlayan, sevən Rəbsən. Qoy evlərə sənin huzurun axsın, ya Rəbb. Evlər sənin huzurunla dolsun. Qoy bağçalar sənin meyvələrinlə, ata. Ya Rəbb, dolsun deyə dua edirəm. Əlimizi atıb qopartdığımız hər bir şey, əlimizi atıb yediyimiz hər bir şey, qoy sənin tərəfindən təqdis olunsun, təmizlənsin və bizim bədənlərimizə şəfa versin. İsa Məsihin ismi ilə. Ata, necə ki sən dedin, sənin iradən olsun. Bu kasanı məndən uzaqlaşdır, ancaq sənin iradən olsun. Qoy hər bir ata, günahlı kasalar bizim həyatımızdan uzaqlaşdırılsın və sənin iradən istəyin altında. Qoy heç bir kasa, ata, bizə dünyanın nimətlərini yedizdirə bilməsin. Biz daimi sənin yolunda, sənin yeməklərinlə qidalana bilək. Təmiz, təqdis olunmuş. Ata, sənə minnətdaram. Hər şey üçün sənə minnətdaram. Xəstəxana köşələrində, ata, əziyyət çəkən hər bir kəsin şəfası sənin iradən istəyin altına girsin. İradən onları zəif ümitdən, zəif orqanlardan, xəstə orqanlardan azad etsin. İsa Məsih ismi ilə. Ata, qoy çarəsizlərə sənin iradən istəyin altında çarə bulunsun. Zəifliklərə qoy sənin tərəfindən iradən istəyin altında qüvvət və güc gəlsin. Qoy hər şey sənin iradən istəyin altına girsin. Ata, oğul müqəddəs ruh naminə. Amin, amin, amin.